Kosmetoloqumu məhkəməyə verəcəm. Botoks elətdirdim, ancaq heç bir effekt görmədim. Burada hansısa bir dəyişiklik varsa, mən sabahdan başımı keçəl elətdirəcəm. Alın və göz ətrafı botoks elətdirmişəm. Sarı xanıma dedim ki, botoksla qaşımı maksimum qaldırsın. Və bu xanımın şəklində göndərmişəm. Təxmini belə istəyir. Sarı xanım dedi ki, belə qaşlar sənə yaraşmayacaq. Mən isə dedim ki, özüm bilərəm, belə elə. Bir neçə həftə keçməyinə baxmayaraq, mən hələ də effekt görmürəm. Bu da mənim əvvəlki şəklim. Yaxşı ola bilər ki, cüzi lifting effekti var, etiraf edirəm. Ancaq mən istədiyim deyil. Tək xoşuma gələn şey qaşlarımı qaldıranda əvvəlki kimi qarmoşka kimi olmur. Ancaq mən istəmirdim ki, qaşlarım tərpənsin. Sirdim daş kimi yerində otursun. Ancaq Sarı xanım deyir ki, qəsdən belə eləyib ki, natural olsun. Sizcə bu normaldır? Belə kosmetoloq olar. Mən hətta korreksiyada getmişdim. Korreksiyada kömək eləmədi. Tək bəyəndiyim şey Sarı xanım üzümə bir preparat vurmuşdu. Deyəsən kollagen idi. Ondan sonra sanki dərim gərginləşdi. Lifting və parlaqlıq dəridə yarandı. Xırda qırışlar xamarlandı. Sanki 35 yaşdan 25 yaşa qayıtdım. Plazma kursunun da davamını etdik. Bu proseduru da çox bəyənirəm. Xüsusilə bu peelinglə bir yerdə möhtəşəm effekt verir. Ləkələr gedir, məsamələr sıxlaşır, dəri rəngi açılır, dəri uşaq popkası kimi olur. İndi bilmirəm Sarı xanımı məhkəməyə verim yoxsa yox, çünki bu dəri prosedurlarını çox bəyəndim. Siz mənim yerimdə nə edərsiniz? Sarı xanımın səhifəsini aşağıda qeyd edirəm.